Bugünkü qara qutumuzda Mariana Bachmer. Çarəsiz ana yoxsa qatil? 1981-ci il Almaniya. Bir ana məhkəmə zalına gizlincə tapança gətirir. Qarşısında oturan şəxs 7 yaşlı qızı Annanı qətlə yetirən qonşusu Klausdur. Klaus məhkəmədə heç bir peşmanlıq duymur, hətta balaca qızı günahlandırır. Mariana dözmür. Çantasından silahı çıxardır və qatilin kürəyindən 7 dəfə atəş açır. Hər bir atəş qızının ömrünün 1 ili üçün idi. Mariana 6 il cəza alsa da cəmi 3 il sonra azadlığa buraxılır. Alman xalqı onu intiqam alan ana kimi qəhrəmanlaşdırır. Bəs sizcə, ədalətin susduğu yerdə ana öz hökmünü verməkdə haqlı idimi?